Salamlar, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz? Bu qədər qab var idi, bunları yudum. İndi birazdan başqa işlərə görəcəm. Çox yoxdur, az işlərim var bugün. Götürüşünsü. Burada yarım paketlərin qalıqları birləşdirəcəm. Pişirəcəm burada. Burada da bunlar qalıb, şabalıd, fındıq. Bunlar pay olaraq verilir. Elfa, mandarin, bunlardan almışdıq, qalıb burada. Və buralar səliqəyə salmalıyam. O süfrədə yuyulmalıdır. Bunlar fərqli firmadır ama ikisi de bir anda yəqin ki bir dəqiqə keçər, 2 dəqiqə keçər, yəqin ki ortalama ikisi də eyni vaxtda pişər. Belə buz attım, bir də semişka yağı ilə zeytin yağı qarışımı var məndə. Belə bunu attım. Elə olanda yapışmır. Qaynanamın verdiyi, hazırladığım böyle tomat var, ev usulü. Onu atacağım içine. Böyle biraz da içine su katıp karıştırıyorum. Kaldı çünkü içinde. Kabları sonra yığacağım yerine. Sıra buradadır. Buranı ortalığı yığışdırıb toz soranlamalıyam. Buralar belə. O da yanıb dövşəm. Vaxtınız xeyir olsun dostlar. Necəsiz? Burada balıq var. Bunu almışıq. Burada gündü qalacağım. O da papaya yemasını istəyir. Biri sazandı, biri də qədəmin üstünə edərdi. Belə təmizlətdirib doğratmışıq. Bunu sonra ayıracağım kutoklara. Çünki evdə 3 nəfərik. Yoldaşımla və qızımız. Sonra da hamısına pişirmirik. Ağzında böyle pişireceğim. Sonra da kalanını maraqlıqla. Belə. Bir de budur. Bunları belə koydum. Böldüm. Bu kadar pişireceğim. Buradan bir parça oldu. Dayanıklı pişirmeye. Burada da balığın başlarıdır. Eşeydi başları. Bunları sonra pişirərəm. Bu qədər bəsdir. Bunlar gedir marazilinə.
Gol, gol, gol. Gol. Tibet.